Buyur. Qonağım ola bilərsən. Xoş gördük, dəyərli izləyicilərim. Sizə möhtəşəm desək də az olar. Gözəl bir ev, şəxsi tikili, 2 mərtəbəli, olduqca keyfiyyətli tikili ev təqdimat edəcəm. Evimiz yerləşir Masazırda. Masazırda çox gözəl bir yerdə. Bilirsiniz ki, bugünkü gün bazarda belə bağçası, həyəti olan ev tapmaq çətindir. Özünə bağ evi axtaranlar. Deyəcəksiniz ki, Masazırda nə bağ evi? Yox, elə deyil. Masazır olduqca gözəl yerdir. Havasına görə, ekoloji cəhətdən çox təmiz havası var buranın. Və qeyd edim ki, evdə tam şəxsi tikilib və xırdalığa qədər diqqət yetirilibdir. Şöyle izah edib keçəcəm evin içərisini göstərməyə. Bir dənə zəhmət olmasa navesimizi çək. Navesi, tamet daşları çəkin, zəhmət olmasa. Çox keyfiyyətli tikintidir. Bir daha qeyd edirəm, şəxsi tikilidir. 3 sotun içərisində belə gözəl, sakit bir yerdə bağ evidir. Özü üçün xudmani bağ evidir. Burada da manqallığı var. Hətta bu evdə gəl gedək indi oranı göstərim müştərilərimizə. Bu sırf şəxsi ev axtaranlar üçündür. Həm bağ evi kimi, həm həyət evi kimi alıb istifadə etmək üçündür. Bu ehtiyat qaz balonudur. Ehtiyat deyirəm, yəni bura evin qazı var. Burada qazanxanasıdır evin. Yəni bilirsiniz ki, bura qazanxanadır. Bu 90% villalarda belə bir şey yığırlar. Yəni bu sistemi qururlar villalarda, böyük evlərdə. Sahibi isə burada qurubdur. Burada çöl sanitar qovşaqdır. Yəni həyətin özündə də tuvaleti var. Bir daha qeyd edirəm. Ev 3 sotun içərisində tikilib. Sırf şəxsi tikilidir. Həyətində də belə gözəl bağçası var ki, o da ruhunuzu oxşayacaq. Və qeyd edim ki, bunlar da hər biri meyvə ağaclarıdır, bar gətirən meyvə ağaclarıdır. Keçək indi evimizlə tanış olmağa. Dostlar, bu evi heç bir səhifədə axtarmayın. Gəlin biz sizə bu evi təqdim edəcəyik. Keyfiyyətli ev, gözəl tikili və münasib qiymət, yerləşmə yeri də olduqca gözəl bir yerdədir. Keçək evimizin içi ilə tanış olaq. Qeyd edim ki, ev tam dolu əşyalı satılacaq və bizdən şəxsi tikili istəyənlər üçün ideal bir seçimdir. Bura evimizin qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı böyükdür və qeyd edim ki, bir daha qeyd edirəm. Evdə gördüyünüz bütün əşyalar evin içərisində qalacaq. Keçək ikinci mərtəbəmizə də, digər otaqlarımıza da baxaq, üzr istəyirəm. Bura evin mətbəx hissəsidir. Mətbəx hissəsi də olduqca gözəldir, genişdir və dəyərli izləyicilərimiz, ev 24 saat kamera sistemi ilə təchiz olunubdur. Pollar parketdir, kermogranitdir pilləkənləri, zamanında, vaxtında çox keyfiyyətli tikinti olubdur. Bu günləri köç yaşam mənzillərimizdən biridir. Hamam tuvaletdir, addenlidir, aşağının hamam tuvaletidir. Keçək yuxarı evlərlə də tanış olaq. Vaxtının, zamanının keyfiyyətli tikilmiş evlərindən biridir. Paket kopçadır, dövlət ipotekasına yararlıdır. Gəl yuxarını göstərək, izləyicilərimiz də baxsınlar. Evdə olunan bütün elektronika, bütün mebellər evin içərisində qalacaq. Əziz izləyicilərim, bax, bura uşaq otağıdır, 2 gənc otağıdır, çox qəşəng də dizayn olunubdur. Bura digər yataq otaqlarından biridir və buradan eyvana çıxış var. Yerləşmə yeri bir daha qeyd edirəm ki, olduqca gözəldir. Və eyvanı gəlsək gör, nə gözəl eyvanı var. Həm genişdir, həm də ki, burada əl damı kimi bir dolab da tikiblər ki, bu da yaxşıdır da, yəni işlərinizi aşırdacaq. Keçək o birisi otaqlarla da tanış olaq. Yox, bir dənə otağımız qalıb. Burada digər otağımız. Dostlar, bu evi kim alacaqsa, Allah min bir xeyrin versin. Bu evdə xeyir işlər nəsib eləsin. Həqiqətən də ev doğma evə oxşayır. Aurası gözəldir. Evə girdin, çıxmaq istəmirsən. Yəni, o cürünə aurası var bu evin. Bir daha qeyd edirəm, kim alacaqsa, Allah xeyrin versin.